Hamıya salam. Mən hal-hazırda sizinlə 9-cu sinif buraxılış imtahanına hazırlaşanlar üçün Nərgiz Nəcəfin yeni kitabı olan 99 sınaq toplusundan 6-cı sınağı eləməyə başlayıram. 1, 2, 3, 4, 5 sınaqlarının cavabları, yəni izahları kanalda var. Əvvəlki videolara daxil olub baxa bilərsiniz. İndi isə mən sırf artikel mövzusunun testini izah eləməyə başlayıram, yəni sınaq 6-nı. Baxıram birinci suala. Birinci sualda məndə göstərilib ki, Asiyadır. Asiya qitədir. Qitələrlə heç vaxt artikel işlənmədiyinə görə bura boş qalır. Avropada qitə olduğuna görə və qitələrlə yenə də artikel işlənmədiyinə görə birinci variantda B olur. Yəni boş, boş. 2-yə baxıram. London şəhərdir. Şəhərlərlə artikel işlənmir, boş olur. Englandda şəhər olduğuna görə yenə boş, boş. Yəni A variantı. 3-də Paris şəhərdir və beautiful city. Burada diqqətli olun. Əgər siz nöqtədən sonra sifət görürsünüzsə, dərhal yanındakına baxın. Əgər yanındakı sayılan tək isimdirsə, ona bir dənə E artikel yazmalısınız və ya N artikel yazmalısınız. İndi mən burada düşünərəm ki, hansı artikel yazım? City summitlə başladığına görə E artikelini yazaram. Yəni, olar variantım B. 4. Earth, sun. Earth yer kürəsi deməkdir, sun isə günəş deməkdir. Yəni, bunlardan başqa yoxdur, tək varlıqlardır. Tək varlıqlarla həmişə siz Z yazmalısınız. Z, Z, yəni C variantı. 5-də Avstraliya qitədir. United States isə deyərsiniz ki, şəhərdir və ya ölkədir. Mən ona artikel yazmayım. Olmaz. Çünki burada United birləşməsi var. United sözünü harada görsəz, mütləq Z yazırsınız. Amma Avstraliyaya heç nə yazmırsınız. Çünki o qitədir. Yəni olur boş və Z. D variantı. 6-ya baxırıq. Scotland yenə olmaz. Amma United Kingdom, Kingdom sözünə görə Z-si olar. Boş Z, Y variantı. Gobi, tutaq ki, siz test işləyirsiniz, imtahanda oturmuşsunuz və baxırsınız ki, bu Gobi nə deməkdir? Həmişə artikel testlərində sizin bilmədiyiniz bir şey olsa belə, cümlənin növbəti hissələrində artıq müəyyənləşir ki, bu nə deməkdir? Tutaq ki, imtahana düşüb, baxırsınız, hə, Gobi. Mən nə bilim Gobi nədir? Gəlirsiniz, oxuyursunuz, görürsünüz ki, desert sözü var burada. Desert səhra deməkdir. Deməli, səhralarla zaten artikel işlənir. Bura Z-sini yazmalıyam. Asiya qitə olduğuna görə, qitələrlə bayaq demişdim ki, artikel işlənmir. Ona görə boş. Z boş, yəni C. 8-ə baxıram. 8-də bu bank sahildir. 3 dənə sahil sözü var ki, onları yazın, siz də istəyirsiniz qeyd edin. Onlarla həmişə Z işlənir. Baxın, bank, coast, bu odur. Ast, bir də shore. Bunlarla həmişə Z işlənir önündə. Hamısı sahil deməkdir, sahil sözləridir. Mən də görürəm ki, burada bank var. Buna görə də Z yazıram. Nile River, yəni Nil çayı, çaylarla da zaten Z işlənir. Ona görə olur Z, Z, B. Baxıram 9-a. Yenə görürsünüz, shore sözü var, bayaq yazdığım. Bura Z yazırsınız, Black Sea dəniz olduğuna görə Z-sini yazırsınız. Yəni A variantı. Gəlirəm növbəti testə. Aha, növbəti testdə. Bir dəqiqə. Aha, növbəti testdə yenə baxıram ki, mostdan sonra important gəlib. Əgər mən baxıramsa, mostdan sonra sifət gəlibsə, mən bura Z-sini yazmalıyam. Çünki sifətin üstünlük dərəcəsinə gedir. Amma mostdan sonra isim gəlirsə, mən bura heç nə yaza bilmərəm. İndi görürəm ki, important hansının hissəsidir? Sifətdir. Sifət olduğuna görə Z-sini yazmalıyam. Amma Afrika qitə olduğuna görə yazmıram. Z boş, yəni D variantı. Bu uşaqlar, yəni bu sözü çox uşaqlar başa düşmür ki, nə deməkdir bu. Sadəcə uzun yazılıb və biraz gözə fərqli gəlir. Bu adi Shakespeare deməkdir. Shakespeare ingilis yazar. Baxırsınız ki, adam adları ilə artikel zaten işlənmir. Ona görə bura boş yazırsınız. Bir də nəyi yadda saxlayın. Əgər nöqtədən sonra söz gəlibsə və sözün arxasında est varsa, bu 99% hallarda Z tələb edir. Çünki bu sifətin üstünlük dərəcəsi olur. Ona görə olur 5, E, boş və Z. Yəni bu. Gəlirəm 12-yə.
Ölü dəniz Z-sini yazmalıyam. Görürsünüz, yəni nöqtədən sonra söz gəlib, sözün arxasında da est gəlib. Est gəldiyinə görə də yazıram bura Z-sini. Z. Yəni C variantı. Aha, gəlirəm 13-ə. Deməli, baxıram ki, mostdan sonra nə gəlib? İsim gəlib. Olar yazmaq? Olmaz. Əgər sifət gəlsəydi, olardı. Hal-hazırdakı testimizdə olmaz heç bir halda. Ona görə boş. Bura gəlirəm most popular. Popular artıq sifətdir. Ona görə Z-sini yazmalıyam. Boş Z. A variantı. 14. Baxıram Pacific Ocean gəlib. Sakit okean deməkdir. Zaten okeanlarla Z yazılır. Amma Yaponiya olmaz. Boş. Z boş. B. Old friend. Baxıram ki, sifət gəlib, sifətdən sonra isim gəlib və isim sayılır və təkdədir. Sayılan təkdə olduğuna görə bir dənə artikel yazmalıyam. Siz düşünərsiniz ki, indi bura A, yəni E artikelini yazım, amma olmaz. Siz artikelin E və ya N olmasını nöqtədən sonraki sifətin sait və ya samitlə başlamasına görə verirsiniz. Mən baxıram ki, nöqtədən sonra məndə hansı səs gəlib? O gəlib. O sait olduğuna görə N yazmalıyam. N-ni yazıram. Bir dənə də baxıram ki, airport sözü var burada. Airport olduğuna görə, adı yoxdur ki, airportun yox. Airport olduğuna görə Z-sini verməliyəm. Amma aeroportun adı olsaydı, məsələn, Heydər Əliyev Airport, oraya heç vaxt Z yaza bilmərəm. Çünki aeroportun adı var, mən ona əlavə heç nə edə bilmərəm. İndi burada olur N və Z. C variantı. Gəlirəm 16-ya. Baxın, eyni qayda buna aid bayaq dedim. Dubai International Airport. Görürsünüz, Dubai Beynəlxalq Aeroportu adı var onun. Adı olduğuna görə mən ona heç nə yazmıram, boş olur. Amma United sözü bayaq demişdim, harada görsəz, Arab Emirates, ümumiyyətlə bu Emirates sözünü harada görsəz, bir dənə Z-sini yazmalısınız. Boş Z. Yəni Y variantı. 17-də cat. Əgər bir şeydən ilk dəfə danışılırsa, fikir verin. Burada da catdən əvvəl boşluq var. Burada da catdən əvvəl boşluq var. Yəni 100% yadda saxlayın ki, bura EN artiklından birini yazırsınız, bura 100% Z-ni yazmalısınız. Çünki mən bir dəfə hansısa bir əşyadan danışıramsa, o EN-lə olmalıdır. Burada da N olmayacağına görə E olur. Çünki N sait səslə başlayır, yazılır, başlayanlarla yazılır. Amma bu samit olduğuna görə E yazıram. Gəlirəm catə baxıram. Burada da zaten Z olur. Ona görə olur E, Z. A variantı. Sonra gəlirəm növbəti suala. Aha. Bir dəqiqə. Fokuslasın. Baxıram ki, nöqtədən sonra taksi sözü gəlib. Taksi sözü nəqliyyat vasitəsidir. Bir dənə qayda var idi ki, əgər, baxın yazıram bura, əgər nöqtə nəqliyyat vasitəsi varsa, olsun bu maşın, kar, ship, nə bilim, bas, yəni fərqi yoxdur, nə olur olsun. Əgər bu nöqtələrdən əvvəl bay gəlibsə, baxın bay. Bura heç nə, B-yi olandır bu. Bura heç nə yazmaq olmaz. Amma mən görsəm ki, in gəlib, on gəlib, sonra nöqtə nəqliyyat vasitəsi gəlib. Baxın, nəqliyyat vasitəsi. Bura E-də yaza bilərəm, bura Z-də yaza bilərəm və ya tərsinə. Yəni, qısacası yadda saxlayırsınız ki, bay gəlibsə, bay. Heç nə yazmıram, amma in, on gəlibsə yazıram. İndi gəlirəm, baxıram ki, bura. Aha, görürəm ki, taksi var. Taksidən əvvəl, yəni nöqtədən əvvəl in var. In olduğuna görə mən birdən bura E-sini yapışdırıram. Olur inə taksi. Gəlirəm ikinciyə baxıram, görürsünüz bay var. Bay olanda demişdim ki, heç nə yazmırıq. Yəni X boş. E boş olan variant A. Gəldim bura. Adam adları ilə heç nə işlənmir. Mr. Johnson boş qoyursunuz. Fransa ilə də heç nə işlənmir. Boş qoyursunuz. Gəlirəm. Baxıram ki, yenə nöqtədən əvvəl 10 gəlib. 10 gəlibsə E-sini yapışdırdım bura. Gəlirəm ki, yenə bay gəlib. Bay gəlibsə heç nə yazmıram. Olur. E boş. Yəni Y variantı. Gəlirəm indi 21-ə. Baxıram ki,
Aha, Lake Geneva var. Bir dənə burada diqqətli olun. Bir dəqiqə. Aha, görünür. Bir dənə bu 21-ci sualda diqqətli olun. Çünki niyə? Bu biraz çaşdırıcı sualdır. Əgər lake sözü varsa, aha, baxın, lake sözü varsa və lake'in adı varsa, tutaq ki, Baykal. Ora siz heç nə yazmırsınız. Bax, tutaq ki, bu boşluqdur da. Bura heç nə yazmırsınız. Amma təkcə Baykal varsa, yəni tutaq ki, bu lake yoxdur. Baxın, nöqtə, Baykal. Baykal. Bir dənə bura z'sini yazmalısınız. İkisi bir arada olanda yola getmirlər. Təkcə Baykal sözünə aiddir. Bura si, ri və heç biri aid deyil. Təkcə Baykal sözüdür ki, lake sözü bura gələndə və bu söz bura gələndə, yanında da nəsə bir ad olanda yola getmir ona. Elə bilin ki, dalaşır da. Yəni z tələb eləmir. X olmaz. Amma təkcə gölün adı gəlsə, Baykal olmasın, Geneva olsun və ya başqa bir göl olsun. Ora siz artiklını yaza bilərsiniz. İndi mən baxıram ki, hansı sual idi? 21. Baxıram ki, lake sözü də var, adı da var. Deməli, yola getmirlər. Yəni, boşluq olmalıdır burada. Alps dağlar silsilə olduğuna görə, baxın, s. Yəni, bu bildirir ki, tək dağ deyil, dağ silsiləsidir. Silsilə olduğuna görə bir dənə z yapışdırmalısınız buna. Olur, boşluq və z a. 22-yə baxıram. Play sözü iki halda həm artiklsız, həm də artikldan işlənir. Hide and seek gizlənqaç oyunudur. Oyun adları ilə heç vaxt z işlənmir. Play sözü gəldi işte. Amma play, basketbol, play, piano, basketbol yox. Play piano, play drum, play guitar, musiqi alətləri ilə z işlənir. Yəni, mən görürəm ki, burada oyun adıdır. Oyun adı olduğuna görə boş qoyuram. Gəlirəm ikinci hissəyə. In the garden. Yəni, məkan bildirdiyinə görə in the garden. Olur orada D variantı. İndi gəlirəm 20 açıq suala. Baxıram ki, playdən sonra z var. Mən bayaq dedim z-ni hansı hallarda işlədirəm? Təbii ki, musiqi alətlərinə. Futbol musiqi aləti deyil, basketbol musiqi aləti deyil, chess, şahmat oyundur, musiqi aləti deyil. Qalır məndə 2 və 3. Gitara və skripka. Gəldim 24-ə. Baxın. Yenə play gəlib, amma z-si yoxdur. Deməli, bura nə götürməliyəm? Oyun adları. Cards götürə bilərəm. Sonra golf götürə bilərəm. Golf daha doğrusu götürə bilərəm. Drum nağaradı, musiqi aləti də olmaz. Piano da bildiyimiz pianodur, musiqi aləti də olmaz. Board game də stol üstü oyundur. Yəni oyunlardır. Ona görə olar 1, 2, 5. Gəlirəm 25-ə. Düzgün variant lazımdır. Mən demişdim, mostdan sonra isim olsa, artikl yazılmır. Görürsünüz, mostdan sonra isim gəlib. Artikl da olmadığına görə düzdür. Mostdan sonra isim gəlib, amma artikl var, səhvdir. Mostdan sonra of gəlib, ondan sonra da students gəlib. Mən baxıram ki, bu ümumiyyətlə səhvdir. 4-də most hardworking students. Bu hardworking, mostdan sonra sifət gəlib, amma z-si yoxdur. Ona görə səhvdir. Amma buna baxın, the most hardworking students düppədüzdür. Çünki z gəlib, mostu gəlib, mostun yanında da sifət gəlib. Amma bu olmasaydı, təsəvvür edin belə olsaydı, hardworking olmasaydı, avtomatik səhv idi. İndi gəlirəm sonuncu suala, yəni 26-ya. Aha. Baxıram ki, yenə z ilə bağlıdır. The biggest city in England yoxsa in the England? Təbii ki, in England. Ölkə adları ilə z işlənmir. Ona görə 1, kimisə yazıb buram sağ olsun. 2 gedir, 3-ə baxıram. London is the biggest city in England. Bu da olar. Burada bir London is... Burada niyə olmaz? Çünki biggest est var. Sifətin sonunda demişdim, s gəlirsə z-si lazımdır. Z-si olmadığına görə səhvdir. The London ümumiyyətlə səhvdir. Çünki şəhər adları ilə artikl işlənmir. London is the biggest city in the United. Bu tamamilə düzdür. Olur burada 1 və 5. Bu sınaq 6 idi, bitdi. Bunun adını çəkirəm. Sınaq 7. Gəlirəm bura. Bundan sonra nə var?
Aha, sınaq 8 də var. Okey. Bunu biraz sürətlə eləyirəm. Bəzi tapşırıqlarda sizə verəcəm. Siz özünüz cavablarını yazarsınız. Elə siz biri yazın, cavabını yazın, atın. Kommentlərə mən oxuyaram. İçini mən izah edirəm. Amazon oxuyuram ki, Amazon nə ola bilər? Meşə də ola bilər, çay da ola bilər. Oxuyuram, görürəm ki, A, riverdir, çaydır. Z-sini yazıram, second sıra sayıdır, first, second. Baxın, sayıları qeyd edirəm. Siz də bir yerə yazın, lazım ola bilər. Baxın, birinci, first. Həmçinin belə yazılır. Bir, sıtı. Bu sıtı, bunun sıtısıdır. Gəlib şəkildə kimi. İndi ikinci, second. Bu indi sizdə necə olar bunun üstündəki? Təbii ki, n-dır. Bu n-dıdır, bu da n-dıdır. Gəlib bunun başından. Üçüncü, third. İndi üç necə olar? Təbii ki, r-dır. Fourth. Bu necə olar? T-hı. Bu qədər sadə. Artıq 4-dən sonra hamısı t-hı gedir. Məsələn, fifths. Yenə t-hı. Yəni, bu belə gedir. Ən əsas sizə lazımdır 4-ə qədər bilmək ki, hansının üstündə nə yazılır. Və bu first'dür, second'dır, third'dır, fourth'dır, fifth'dir. Bir dəqiqə buna 4 yazım. Buna da 5. Bunların hamısı ilə Z işlənir. Məsələn, Z, biraz pis yazıram çünki telefondan baxıram. Z first, Z second, Z third, Z fourth. Yəni hamısı ilə Z işlənir, article, sıra sayıları. Gəlirəm ki, burada second var, ikinci deməkdir, ona görə Z-sini yazdım. South Amerikadakı Cənubi Amerika qitədir, ona görə boş. Yəni Z boş olur variantım. River Thames, River çayı, Z-sini yazdım. London olmaz, England olmaz, boş. Z boş. A. 4. Bir est var, bir guest var, Z-sini yazdım. Scotland yazmıram, United Kingdom olduğuna görə yazıram. Z boş Z. D. Madrid şəhərdir, Madrid şəhərdir, olmaz. Spain yazmıram, olmaz. Speak Spanish. Baxın, burada speak nədir? Speak danışmaqdır, düzdürmü? Danışırlar İspan dilində. Language sözü olmadığına görə. Əgər language sözü olsaydı, mən sizdən razıydım, Z-sini götürərdim. Amma language sözü olmadığına görə boş götürürəm. Yəni C. İndi siz deyirsiniz ki, mən hardan bilim, burada dildən söhbət gedir, yoxsa milliyyətdən. Çünki Spanish həm İspan dili deməkdir, həm də İspaniyalı adamdır. Əgər speak sözü varsa, baxın speak, görürsünüz. Burada diqqətli olun, tərcüməyə gedin. And people there speak və insanlar danışır İspan dilində. Dilində mənası verirsə, language sözü varsa, Z-sini yapışdırırsınız. Görürsünüz, bomboşdur. Mən ona görə heç nə yazmadım. C variantı götürdüm. Baxıram 6-ya, o da onun kimidir. Chinese is spoken. Çin dili danışılır. Dili sözü gəlir, amma language sözü olmadığına görə boş qoyuram. Çinə ümumiyyətlə heç nə yazmıram. Asiyaya da heç nə yazmıram, çünki qitədir. Ona görə boş. A variantı. Sahara haradır? Desert'dür, səhradır. Z-sini yazdım, çünki est var. World da bir dənə olduğuna görə Z-sini yazdım. Yəni variant Y. Gəldim bura. Browns görürəm ki, sonunda S var və böyük hərflə yazılıb. Deməli, bu ümumi ailəni bildirir. Ümumi ailəni bildirirsə, yəni familiya, soyad bildirirsə, bir dənə Z-sini yazmalıyam. England yazmıram. United States sözünə görə yazıram. Z boş Z. A. Mediterranean dənizdir. Tutaq ki, mən bilmirəm ki, bu nə deməkdir. Oxuyuram, görürəm. A, C, dəniz. Z-sini qoydum. Baxıram bura ki, nə yazmalıyam? Dəniz sözü özünə nə yazaram? Sayılır, təkdədir. Ona görə E artiklı yapışdıraram bura.
Sonra gələn baxaram ki, Avropa ilə heç nə işlənməz qitədir, Afrika ilə də heç nə işlənməz qitədir. Ona görə Z, E, boş, boş. Olar Y. 10. Masdan sonra isim gəlib, isim gəlibsə boş qoyuram. Masdan sonra sifət gəlib, Z-sini yapışdırıram. Ba ilə də nöqtə nəqliyyat vasitəsinin arasına heç vaxt heç nə girməz. Boş, Z, boş. C. Adriatik dənizi, Z-sini yapışdırdım. İtaliyanın başını buraxdım, heç nə yazmadım. Balkan peninsula, yəni Balkan yarımadası. Mən əgər yarımada sözlərini görsəm, baxın, bu sözü görsəm, bir dənə Z-sini yapışdırmalıyam. Əgər belə Balkan olsaydı təkcə, baxın belə. Balkan olsaydı, onda heç nə yaza bilmərəm. Ona görə olur Z, boş Z, yəni bu variantı. Ural dağlarıdır. Dağ silsilə olduğuna görə, tək dağ deyil ki, silsilə olduğuna görə Z-sini yazdım. Avropanın başını buraxdım, Asiyanın başını buraxdım, çünki qitədir. Ona görə boş, boş. Z, boş, boş. Y. Qafqaz dağları cəmdədir, bir dənə dağ deyil, nə qədər dağdır, silsilədir, ona görə bir dənə Z-sini yazdım. Black Sea, Qara dənizdir, Z-sini yazdım. Caspian Sea, Xəzər dənizidir, Z-sini yazdım. Yəni, hamısına ZD variantı. Sonra gəlirəm, Zagros dağlarına çatıram. Çatdım Zagros dağlarına, baxıram ki, bir dənə Z-sini yazmalıyam, çatışmır. Sonra Persian Gulf, Persian Gulf haradır? Böyük hərflə yazılıbsa, hara ola bilər? Stretch across da. Yəqin ki, bu da dağ adıdır. Düzü coğrafiya bileyim o qədər də yüksək deyil, amma Zagros dağları İran, İrandan keçir. Bu da dağ adıdır. Ona görə dağ adı olsa əslində mən bura Z yaza bilmərəm. Çünki tək dağ adları ilə artikl işlənmir. Coğrafiyanı bilənlər bura haradır? Persian Gulf. Bu mənə şübhəli gəldi artıq. Ya tək dağ adıdır, ya da ki, başqa bir mənası var. Bu olmaz. Bu da heç olmaz. Bu əslində olar. Ya B-dır, ya da C-dır. Sadəcə mən burada bu sözün mənasını bilmirəm deyə, ona görə şübhəli qaldım. Bir dəqiqə araşdırım, qaydıram. Deməli, mən bunu araşdırdım. Burada Golf sözü əslində körfəz mənasını verir. Biz bilirik ki, körfəz sözü B ilə yazılır. B-A-Y. Ona görə burada mən biraz şübhəli qaldım. Bu, Fars körfəzi deməkdir. Yəni, Farsların körfəzi. Burada əslində ümumi götürsək, qayda olaraq Z olmalıdır. Sadəcə, biz qaydadan bilirik ki, körfəz sözləri ilə, Bay sözü ilə artikl heç vaxt işlənmir. Məsələn, Hudson Bay, San Francisco Bay, sadəcə Bay sözü olduqda. Amma bu yeni bir sözdür, bunu yadda saxlayan, imtihana düşə bilər. Persian Gulf gördükdə bir dənə Z-sini yazın yanına. Çünki niyə? Çünkisini mən sizə göstərim. Baxın, görsünüz, hər tərəfi su ilə əhatə olunub, sanki bir dənizdir və ya çaydır. Görürsünüz, baxın belə. Əslində bunun ikinci adı da var. Arabian Gulf gedir. Baxın, görürsünüz, Arabian Gulf. Yəni bunu belə yadda saxlayan çay kimi, dəniz kimi. Amma əslində bu körfəzdir. Sadəcə fərqli bir test üsuludur. Qısacası burada variantımız olur ZZ. Birdən imtihana düşüb eləsə, biləsiniz ki, bu Z ilə işlənir. Bu biraz çətin sual idi. Özüm də çətinliyi çəkdim, amma həll olundu. İndi gəlirik. Deməli. Gəlirəm bura. Lake Geneva. Yenə Lake ilə Geneva. Gölün adı bir yerdə yola getmirlər. Ona görə boş. Mostdan sonra sifət var. Z-sini yapışdırdım. Avropa ilə də heç nə işlənmir. Boş. Boş, Z, boş. B. Sonra Siciliya. Siciliya adadır, tək adadır. Amma Siciliya adaları olsaydı, yəni adalar birləşməsi olsaydı, bir dənə Z-sini yazardım. Amma bura heç nə yaza bilmirəm. Boş. Burada S gəlib Z. Burada da İtaliyada heç nə yazmıram. Boş. Boş, Z, boş. A. East Asia olmaz, çünki qitə bildirir. West of China. Burada siz... bir dəqiqə. Burada siz baxarsınız ki, tutaq ki, deyirsiniz ki, bu da qitə deməklidir, düzdürmü? Amma bu qitə deyil. Bu Çinin
istiqamətini bildirir. Burada sırf olaraq sizə qitəni nəzərdə saxlayır məsələn. Amma burada Çini nəzərə alaraq deyir. Yəni Çinin qərbi. Qərbi Çin demir ki, qərbi Çin olsaydı qitə olardı. Amma Çinin qərbi, Çinin şimalı, Çinin cənubu, ora Z-sini yaza bilərsiniz. Yəni B. Gəlirəm 18-ə. Aha, baxıram. Bu söz birləşməsi. Bunu yadda saxlayın. Lie sözü to, tell, lie, artikl olmalı, yalan danışmaqdır. Amma trust sözü həmişə z ilə işlənir. Bunu necə yadda saxlayın? Görürsünüz, z ilə, t ilə başlayıb, deməli t ilə olmalıdır başlanğıcı, yəni z ilə. Bu da to tell a lie. Yalan danışmaq, düzün danışmaq. Yalan danışmaq, düzün danışmaq. To tell a lie. To tell, düzü to tell olmasa da to tell the trust kimi yadda saxlayın. İndi United Kingdom yapışdırdım z-sini. Avropa başını buraxdım. British, Britaniyalılar deməkdir. Z-sini yapışdırdım. Z boş Z. Z boş Z, Y. Japan, Yaponiya başını buraxdım. Asiya getdi. Japanese, Yaponiyalılar çox nəzakətlidir. Yəni adamlar. Boş Z. A. French is spoken. Görürsünüz, yenə spoken gəldi. Deməli, mən bura language sözünü qoyuramsa, yəni görürəmsə language z-sini qoyuram. Yox, görmürəmsə, deməli boşdur. Getdi, bu boş. Fransa zaten boşdur. And French are proud of their food. Fransızlar öz yeməkləri ilə fəxr edirlər. Bir dənə Z. Boş Z. A. Gəldim 22-yə. Eiffel Tower. Bundan Eiffel qülləsi ilə bir dəqiqə, okey, görünür. Eiffel qülləsi ilə mən bir dənə Z-sini yapışdırıram. Tarixi tikilidir. Tarixi tikililərlə Z işlədirəm, amma bir dənə də diqqətli olun. Big Ben, bir də Buckingham Place, biri də var idi, Westminster Abbey. Westminster Abbey. Bunların heç biri ilə artikl işlənmir. Olmaz. Ancaq üçüdür. Necə yadda saxlayın? BB, BP, WA. Yəni bu WA biraz çətindir, düzdür. Amma BB, BP belə yadda saxlayın. Bunu da zaten uzun bir söz kimi yadda saxlayın. Bunlarla, yəni bu üçü ilə heç vaxt Z işlənmir. Tarixi tikili olsalar belə. Amma Eiffel-lə bir dənə Z-sini yapışdırmalısınız. Baxıram ikinci hissəyə ki, sentə, mərkəz sözü ilə in, Z sentə yapışdırmalısınız. Amma Parislə heç nə olmaz. Yəni Z boş A. İndi 23-də düzgün olanı seçməliyim. Bu Atlantik okean nəyisə çatışmır. Z-si çatışmır, yəni səhvdir. Lake Baykal düzdür. Çünki Lake da olsa, Baykal da olsa Z istəmirlər. 2 düzdür. Sahara düzdür. Amazon düzdür. Canary Islands görürsünüz. Bir dənə ada deyil, çox adadır. Çox ada olanda Z-sini yazmalıyam. Yoxdur, səhvdir. 2, 3, 4. 24. Kingdom sözü var. Nə yazmalıydım? Z yoxdur. Great Britain'da heç vaxt Z olmur. Bunu yadda saxlayın. Uşaqlar götürüb Great sözünü, böyük bir dənə Z-sini yazım. Olmaz. Buna Z lazım idi. Yoxdur. Bu düzdür. İçini götürürsünüz. England'dan Z olmaz heç vaxt. Mediterranean Sea bir dənə Z lazım idi. Yoxdur. United States-də düzdür. 2, 5. 2, 5. 25-də gəldim. Netherlands. Burada diqqətli olun. Netherlands deyərsiniz ki, şəhərdir, ölkədir, ya nə bilim də. Buna mən heç nə artikl yazmayayım. Olmaz. Netherlands bu sondakı sıyıya görə cəmlənib, yəni topluluq bildir. Ona görə Z-si olmalıdır. İndi gəlirəm internetə. İnternetdə diqqətli olun. Televizor və radio ilə, daha doğrusu televizorla Z işlənmir. Baxın, onu qeyd edirəm, siz də yazın. Televizorla Z işlənmir. Amma internet, radio Z tələb edir özündən əvvəl. Bir dənə bu ikisidir. Z internet, Z radio. Amma televizor heç vaxt heç nə istəmir. Görürəm ki, internetin Z-si var, düzdür. Kaspian Xəzər dənisi düzdür. Rocky Mountains, hanı bunun Z-si yoxdur.
Mount Fuji, Fuji dağı, dağ təklər neynirəm onun artiklını. Əgər dağ silsilə olsa Z yazaram. Ona görə qalır 1, 2, 3. Gəlirəm 26 sonuncuya. Aha, baxıram ki, Z Spanish yenə spoken mövzusu var. Spoken varsa, burada language olsaydı Z olardı. Hani bunun language yoxdur, deməli səhvdir. English is spoken all over the world. Bu düzdür, çünki English language yoxdur, Z-si də yoxdur, əladır. The French are proud of their story. Fransızlar öz tarixlərinə fəxr edirlər, onlar. Chinese have ancient culture. Çinlilərin çox qədim mədəniyyətləri var. Bəs bu Çinlilər milliyyət deyilsə, yazdıqlarının Z-si hanı? Yoxdursa səhvdir. Olur 2, 3. Yəni 2, 3 elə. Çünki açıq sualdır. Burada article mövzusu var. Mən article mövzusunu istəyirəm ki, siz mənə işləyib cavablarını atasınız. Mənə şəxsiyyədə ata bilərsiniz nömrəyə. Belə komment olaraq da yaza bilərsiniz. Problem deyil. Sadəcə mən istəyirəm ki, siz sərbəst işləyəsiniz. Yox, əgər izahını istəyirsinizsə, zəhmət olmasa onu da qeyd edin. Mən növbəti videolarda onun izahını çəkeyim. Hal-hazırda uzaqdan çəkirəm. SS götürün. Siz onu yazarsınız. Özünüz sərbəst. Bir dəqiqə. Aha. Baxın. Bu birinci səhifəsidir. Düşür yəqin ki. Bu da ikinci səhifəsidir. Bir dənə də aydın çəkim. Baxın sizdə. Baxın buraları belədir. Bu da bu hissəsidir. Bu qədər. 2 sınağı izah elədim. 3-cü sınağın cavabını sizdən gözləyirəm. Nömrəyə də, şəxsi nömrəmə də ata bilərsiniz cavablarını. Mən yoxlayıb cavablarını sizə izah eləyərəm. Əgər ümumi izah istəsəz, onun üçün də mütləq rəylərə yazın. Kanala abunə olun, videonu bəyənin. Növbəti videolarda görüşərik. Uğurlar.